Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Və aleykümselam və rəhmətullahi və bərəkatuh. Buyurun, eşidirəm. Dəyərli hocam, sualım belədir. Tövhid nədir? Bunu sadə və anlaşılan şəkildə necə izah edə bilərsiniz? Çox gözəl və çox vacib sualdır. Tövhid, Allahı tək bilməkdir. Yəni, Allahı ibadətdə, hökm verməkdə, yaratmaqda və onun ad və sifətlərində tək qəbul etməkdir. Tövhid dinimizin əsasıdır və Allaha iman gətirən hər bir insan bunu bilməlidir. Fərqi yoxdur, insan alimdir, ya savadsız, cavan və ya yaşlı, zəngin və ya kasıb, tövhid hamı üçün vacibdir. Bəs tövhid dedikdə konkret nə nəzərdə tutulur? Hansı kəlmə ilə ifadə olunur? Tövhid dedikdə, La iləhə illallah kəlməsi nəzərdə tutulur. Bu kəlmənin mənası belədir. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Bu sadəcə dillə deyilən bir söz deyil. İnsan bu kəlməni söyləyərkən, qəlbi ilə buna yəqinliklə iman etməli və əməli ilə də bunu təsdiqləməlidir. Tövhidin növləri varmı, yoxsa tövhid tək bir anlayışdır? Bəli, tövhidin növləri vardır. Alimlər tövhidi 3 əsas növə ayırmışlar. Bunları bilmədən tövhidi tam anlamaq mümkün deyil. Zəhmət olmasa bu 3 növü izah edin. Birinci növ rububiyyət tövhididir. Bu, Allahı yaradan, ruzi verən, öldürən, dirildən və bütün kainatı idarə edən olaraq tək bilməkdir. Yəni, hər şeyin sahibi və idarə edəni yalnız Allahdır. Maraqlıdır ki, müşriklər belə bunu qəbul edirdilər, amma bu onları müsəlman etmirdi. Niyə təkcə rububiyyət tövhidini qəbul etmək kifayət etmir? Çünki əsas məsələ ibadətdir. İkinci növ olan uluhiyyət tövhidi burada ortaya çıxır. Bu tövhid, bütün ibadətlərin yalnız Allaha edilməsi deməkdir. Namaz, dua, səcdə, qurban, nəzir, qorxu, ümid və təvəkkül, bunların hamısı yalnız Allaha aid olmalıdır. Kim bunlardan hər hansı birini Allahdan başqasına edərsə, tövhidi pozmuş olar. Deməli, insanların ən çox səhv etdiyi məsələ budurmu? Bəli, məhz belədir. Peyğəmbərlərin göndərilmə səbəbi də əsasən bu tövhidi bərpa etmək idi. İnsanlar Allahı yaradan olaraq qəbul edirdilər, amma ibadətdə ona şərik qoşurdular. Üçüncü tövhid növü hansıdır? Üçüncü növ ad və sifətlər tövhididir. Bu, Allahın Quran və sünnədə özünə aid etdiyi ad və sifətləri olduğu kimi qəbul etməkdir. Onları nə inkar edirik, nə təhrif edirik, nə də məxluqa bənzətmirik. Allah necə buyurubsa, elə də iman edirik. La iləhə illallah kəlməsinin inkar və isbat tərəfi olduğunu deyirlər. Bu nə deməkdir? Çox mühüm məqamdır. Bu iki kəlmə iki hissədən ibarətdir. Birinci hissə inkardır. Yəni, la iləhə, Allahdan başqa ibadət edilən bütün saxta məbudları rədd etməkdir. İkinci hissə isə isbatdır. Yəni, illallah, ibadətin yalnız və yalnız Allaha aid olduğunu təsdiqləməkdir. Bu iki hissə birlikdə olmadıqca tövhid kamil olmaz. Yəni, təkcə Allah var demək yetərli deyilmi? Xeyr, yetərli deyil. Əsas məsələ Allahı tək tanımaqla yanaşı, ibadətdə də onu tək tutmaqdır. Tövhid sadəcə bilik deyil, həyat tərzidir. Qəlbdə başlayır, dildə ifadə olunur və əməllərdə özünü göstərir. Sonda bu mövzu ilə bağlı nə nəsihət edərdiniz? Nəsihətim budur ki, tövhidi öyrənək, onu düzgün anlayıb həyatımızda yaşadaq. Kim tövhidlə yaşasa, Allah onu qoruyar. Kim tövhidi qorusa, Allah da onu dünyada və axirətdə ucaldar. Uca Allah sizi xeyirlə mükafatlandırsın, dəyərli şeyx. Allahummə amin əcməin.